məqsədlərimiz reallıq çərçivəsində olanda biz onlara çata bilirik. Dostlar, namaste. Mənim adım Sahib Xudaverdiyevdir. Mən beynəlxalq yoga təlimçisiyəm və bu günləri sənin necə məqsədlərinə çatmağına ən qısa yolları göstərəcəm. Bir mənalı insanı həyatda önə aparan, ona güc verən, onu səhər oyanmasına motivasiya edən, gün ərzində bir çox şeyləri edən, yorulmayan məqsəddir. Məqsəd olmayanda insan sanki ruhsuz olur, istiqamətsiz olur. Bilmir gün ərzində nə etsin, hardan başlasın, hardan bitirsin və ən böyük problem odur ki, illər keçir, sən eyni yerdə qalırsan, çünki bir planın, bir məqsədin yoxdur. O qədər önəmlidir həyatımızda məqsədin olmağı. Başlamaq lazımdır ən xırda məqsədlərdən. Bir ay ərzində sən neyi edə bilərsən? 2 ay ərzində, 1 il ərzində. Və sən artıq özünü məşq elətdirə, öz zehnini, öz bədənini, öz istiqamətini, fəaliyyətini. Sən baxırsan ki, hər şey realdır. Çox önəmlidir, özünü hər zaman mükafatlandırasan. Heç vaxt danlamayasan. Əgər bu günləri sənin hansısa məqsədin alınmadısa, bu problem deyil. Yəni, bir çox insanlar ruhdan düşürlər, əldən düşürlər, bunu problem edirlər və deyirlər ki, yəqin ki, bu mənim üçün deyil. Bu sözü heç vaxt özünə demə. Hər şey sənin üçündür. Çünki kainatın ölçüsü, ramkaları yoxdur. Kainat çox böyükdür və sənə verilən imkanlar çox böyükdür. Sadəcə olaraq sən o dar, balaca düşündüyün zehninlə onu anlaya bilmirsən və özünə bloklar qoyursan, özünü qutuya salırsan. Deyirsən ki, yəqin ki, bu mənim üçün deyil. Sən bu sözü istifadə etdikdə kainat səni dinləyir. Sən ara sıra istifadə edirsən, orada artıq əminlik yaranır. Düşünülür ki, ali enerji, o titreşim onu qəbul edir ki, bu adam istəmir. Yəni, bu günləri sənin mən onu edə bilmərəm deyilən sözlər kainatda mən istəmirəm kimi səslənir. Mən istəmirəm kimi qəbul olunur. Və bir mənalı, əgər sən onu istəmirsənsə, sənə o verilmir. Bir çox hallarda biz görürük ki, insanlar ruhdan düşürlər, həyata qarşı həyat sevgiləri olmur. Çünki onlar bədənləri ilə məşğul olmurlar, onların məqsədləri yoxdur, onların istəkləri yoxdur və həyatı bir var ki, sən əlinə alıb yaşayasan, istədiyin kimi, bir də var ki, sən sadəcə olaraq varsan, sadəcə olaraq sən bu kainatda bir yer tutursan. O baxır sənin nə qədər önəmli yer tutmağından və yaxud önəmsiz yer tutmağından. Bir çox insanları tanıyırıq, hansılar ki, həyata qarşı gücləri çoxdur, enerjiləri çoxdur, onların məqsədi var. Bəzi hallarda o insanlarda müxtəlif qüsurlar olur bədənlərində. Mən belə insanlar tanıyıram, amma həyata qarşı sevgiləri, istəkləri, məqsədləri o qədər güclüdür. Onlar öndə olurlar, onlar sanki bir çox insanların etmədiyi şeyləri öz qüsurları ilə edə bilirlər. Amma biz düşünsək, mənim nə problemim var? Yəni, heç bir problemim yoxdur. Ağlım işləyir, gözlərim görür, danışa bilirəm, bədənim normaldır. Deməli, mən də onu edə bilərəm. Və bu sözlərdən sən artıq özün-özü motivasiya etmiş olursan. Bir çox insanlar, onların qalmağa yerləri yoxdur. Onlar böyük əzab, əziyyət içində yaşayırlar. Misal üçün, Afrikadan bir çox insanlar, hansılar ki, torpağın, palçığın içindən elə həvəslə, elə həyata qarşı istəklə, məqsədli şəkildə hər gün və hər gün nələrisə etməklə dünyada tanınırlar. Yəni, əgər o insan onu orada edə bilirsə, sən niyə görə edə bilməyəsən? Sadəcə olaraq fərq odur ki, onun həyata qarşı istəyi var, məqsədi var, amma səndə o yoxdur və yaxud zəifdir.
öz üzərimizdə işləməliyik. Milyonlarla insan bu günləri gözlərini aça bilmir. Çünki onların qüsurları var. Və yaxud oyanırlar həbsxanalarda. Onlar heç nə edə bilmirlər. Amma bizdə ki, hər şərait var. Biz istəsək, xırda-xırda, addım-addım o şəraiti özümüzə yarada bilərik, çəkə bilərik. Biraz komfort zonasından çıxmalıyıq. Yəni, komfort zonası o bizim istədiyimiz yeməklər, istədiyimiz divan, əlimizə pultu alırıq, saatlarla neysə dinləyirik, baxırıq ki, gün keçdi və mən bugün heç nə etmədim. Deməli, sənin məqsədin yoxdur. Sənin yerin çox rahatdır. Və yeri rahat olan insan həyatda önə gedə bilmir. Ona çox çətindir. Bu günləri sən kimlərdənsə dəstək alırsan, ola bilsin anan, atan imkanlıdır. Amma sabahları onlar olmayacaq və sən nə edəcəksən? Sən depressiyaya düşəcəksən. Sən başlayacaqsan alkoqol istifadə etməyə və yaxud başqa şeylər. Çünki sənin üçün həyat artıq tükənmiş olacaq. Sən vaxtında, zamanında özünü məşq elətdirmədin yaşamağa, həyatdan nələrisə əldə etməyə, özün öz gücünlə, öz vasitənlə. Niyə görə bir çox insan edir? Biz onların uğurlarına baxırıq, qısqancılıq yaşayırıq, nifrət yaşayırıq. Amma elə olmamalıdır. Biz sevinməliyik onların yerinə. Çünki bilmirik onlar hansı məqsədi, hansı yollarla gəlib çatıblar, hansı çətinliklərdən keçiblər. Ona görə yalnız sayğı ilə yanaşmalıyıq başqalarının məqsədlərinə, başqalarının istəklərinə və önəmli olan odur ki, məqsədimiz xoş yönəmli olmalıdır. Pozitiv bir tərəfi olmalıdır. Yəni, mən bu günləri məqsəd qoyum, kimisə əzim, kimisə məhv edim, o məqsəd deyil. O yalnız sənin egovun, sənin bədənində olan savaşıdır və sən onu idarə edə bilmirsən. Yalnız və yalnız heç kimi əzmədən, heç kimin qarşısını kəsmədən, heç kimin çörəyinə bais olmadan biz özümüz öz üzərimizdə işləyirik. Yalnız sənsən və sənin zehnindir. Sənin zehnin səni bir çox məqsədlərindən uzaqlaşdırmağa çalışacaq. Çünki o öyrəşib ki, sən komfort zonasındasan, sən heç nə etmirsən, sən 11-də yuxudan durursan, saat 2-də artıq gün keçdi, sonra yemək yeyirsən, yatırsan, eyni şeylər. O həyat deyil. Yəni, sən bu həyata onun üçün gəlməmisən. Yeyib yatmaq üçün biz bu həyata gəlməmişik. Bunu çox gözəl eşit və anla, qavramağa çalış. Sənin həyatda məqsədin var, missiyan var. Hər insanın missiyası var. Bir çox insanlar onu anlamır, onu bilmir. Düşünür ki, mən bu həyata gəldim, yalnız iş, ev, yedim, yatdım, həyat keçdi. Yox. Sənin bədənində olan o ruhunun zənginliyini oyatmalısan. Nələrdənsə məşğul olmalısan. Və sən anlayacaqsan, bu istiqamət sənin üçündür, ya yox. Sən burada nələr edə bilərsən? Sənə güc gələcək. Sən neysə istəyəndə, onu etməyə çalışanda sənə enerji gəlir. Kainat onu sənə dəstək olur. Çünki o titrəşimi eşidir. Sənin həyata qarşı istəyini. Və ən böyük sirri sənə açım. Sənin həyatda önə gedən, səni uğurlu edən, səni zəngin edən, o sənin biliyin, savadın, oxuduğun universitetlər, kitablar deyil. Sənin həyata qarşı istəyindir. O, yaşamağa can atmağındır. Ən önəmli olan odur. Bir çox insan tanıyırsan, sən şəxsən. Hansılar ki, baxırsan, insanda heç o qədər belə gözəlliyi də yoxdur, sadə bir insandır. Amma həyata qarşı o qədər onun yaşamağı var, istəyi var. O gedir, qapını döyür, açmırlar bir də döyür, gəlir, gözləyir, istədiyini alır, istədiyini edir. Onun bolluğu da var, onun həyatında gözəl insan da var, avtomobili də var. Necə olursa onu edir. Sadəcə olaraq onun o özünə qarşı olan əminliyi, yəni mən bunu edərəm, onu önə aparır. Başqa heç nə. Sənin oxuduğun universitetlər, o sənə lazımdır, sənə xidmət edir. Amma o qədər də yox.
Mən bir çox adam tanıyıram, hansıların ki, gözlüklərində olan şüşələr bu yoğunluğundadır. Yəni adam bilgisayara oturub oxumaqdan, baxmaqdan, kitab oxumaqdan gözləri kör olub. Amma dövlət işində hardasa işləyir və yaxud hardasa neft şirkətində işləyir, ayda 2000 maaşını alır, işə gedir, evə gəlir. Bədəni də piylənib, özünə baxmır, amma özünü çox ağıllı sayır. Deyir ki, mən bunu edirəm. Yəni o deyil. Sən anlamalısan həyatda nə istəyirsən. Sənin məqsədin nədir? Özünü axtar. Özünü mütləq axtar. Axtarsın, tapacaqsan. Yəni bütün dünya bu günləri bu haqda danışır. İnsanlar özünü axtarmalıdır, tapmalıdır, öz məqsədlərinə çatmalıdır. Heç vaxtı gec deyil. Yəni məqsədə çatmaq fərqi yoxdur sənin neçə yaşın var. Mən insan tanıyıram, 65 yaşında yoga təlimçisi oldu və bu günləri o çox uğurlu yoga təlimçisidir. Adamın tələbələri var, adamı izləyirlər, adamı istəyirlər. Çünki o özü üçün o yaş həddini, şuurunda olan o məlumatı, o informasiyanı qırdı. O zehninə sübut etdi ki, yaşın heç bir fərqi yoxdur. Mən bu günləri nələrisə etmək istəyirəm, fərqi yoxdur. Mən edəcəm, sən edəcəksən. 100% o məqsədə çatmasan da, heç olmasa 60-70%'ını çatacaqsan. Gələn il sən 100% ora çata bilərsən. Çünki sən artıq o yolu getdin. Gəzən ayağa daş dəyər. Çox gözəl atalar sözüdür. Sən gəzəndə, sən nələr aktiv olanda enerjilər aktivləşir. Səndə güc artır, inam artır. Sən bu günləri 3 dənə, 5 dənə şeyi edirsən, biri səndə alınır. Bax, sən o bir olan uğura sevinməlisən. Deməməlisən ki, mən 5 dəfə nələrisə etdim, məndə 4 dəfə alınmadı, 1 dəfə alındı. Yox, sən xoşbaxtsan, çünki səndə alındı. Təkrarlanma nəticəsində nələrsə alınır. Mən şəxsən öz həyatımdan deyirəm. Çox qısaca deyim, bir neçə dəqiqə ərzində. Mən ümumiyyətcə yoga fəaliyyətinə gələndə Azərbaycanda məni heç kim qəbul etmirdi. Bütün yoga müəllimləri, onlar baxırdılar ki, bu adam yəni təzə peyda olub, heç kim bunu tanımır, amma bu adam o qədər məqsədlidir, o qədər istəyir, o qədər nailiyyətlidir. Və çox qısa zamanda, demək olar ki, 2 il ərzində mən artıq oldum öndə. Bir çox yoga müəllimlərini kölgədə qoydum. Bu günləri bütün respublika məndən danışır. Ən öndə gedən studiyalarda mən çalışıram. Retritlər keçirdirəm. Bir dənə elan verirəm, 20-30 nəfər gəlir. Tur edirəm, turlar dolur. Hər bir şey. Mən bütün festivallarda iştirak edirəm. Harda nə yoga partisi varsa, mən ora dəvətliyəm. Konsertlərə dəvət alıram. Nələr. Çox qısa zamanda bunu etdim. Yəni insanlar başa düşmür, yoga təlimçiləri, spiritual dünyada olan insanlar başa düşmürlər ki, bu necə bunu etdi? Çünki mən gerçəyəm. Çünki mən gecə-gündüz öz istiqamətim, öz məqsədimdə işləyirəm. Ona görə mən bunu edirəm. Bax, qulaq asırsan mənə, mənim emosiyalarımı hiss edirsən, mənim enerjimi hiss edirsən. Mən bu günləri gerçəyəm. Mən bu günləri pula görə çalışmıram. Mən istəyirəm insanlara sağlamlıq verim. Onlar gözəl olsunlar, onlar ruhlansınlar, onları motivasiya edim. Və insanlar bunu mükafatlandırır. Çünki mən öz gerçək dünyamda, öz istəyimdə məqsədlərim çox güclüdür. Və mən bu günləri gecə-gündüz nələrsə edirəm, ona gəlim çatım. Ona görə də mənim uğurum bu günləri mənim ürəkli olmağımdadır. Sən də belə ol. Öz istiqamətini seç, onu sev, ona qarşı sayğılı ol. İnsanlardan hansısa xidməti görsədim, onlardan tez pul alım düşüncəsi ilə yaşama. O uğursuzluqdur. Yüzlərlə elə insan uğursuzdur. Çünki onlar hansısa bir fəaliyyətə başlamamışdan qabaq önə pulu qoydular, paranı qoydular. O səhvdir. Tanrı onu mükafatlandırmır. Sən birinci özünü verəcəksən.
öz enerjini verəcəksən, öz biliyini, öz istəyini və insanlar onu çox gözəl mükafatlandıracaq. Ümid edirəm, mənim danışdıqlarım sənin həyatına balaca bir xidmət göstərəcək. Nələrisə buradan etsən, əlbəttə çox gözəl nəticələr alacaqsan. Heç nədən qorxma. Bu günləri səni geriyə çəkən insanlar çox olacaq. Hansısa bir işə başlayanda, bir fəaliyyətə başlayanda. Çalış ilk öncədən çoxlu reklam etmə, nələrisə danışma. Biraz sakit, çünki sən enerjini paylayırsan. Və sən bir istiqamətdə güclü olmadığın halda səni tez əzə bilirlər, tez ruhdan sala bilirlər. Sən bu günləri öz üzərində işlə. Öz gücünə inan, öz istiqamətinə inan, hələlik sus, amma işlə. Və görəcəksən ki, sən sabahları artıq nailiyyətin içindəsən, nələrisə etdin. O necə damcı yerə düşdükcə, eyni nöqtəyə düşdükcə orada deşik yaradır. Asfaltın üstündə su deşiyi yaradır. Sən də bu günləri elə ol, istiqamətli ol, çekiç kimi bir nöqtəyə vur. Oradan istədiyini almayana qədər vur. Bu günləri kainat sənə hansısa bir uğuru, hansısa bir istəyi, nailiyyəti verdikdən öncə səndən onu istəyir, o yanaşmanı istəyir. Əgər sən o yanaşmanı verirsənsə, 100% sən məqsədinə çatacaqsan. Əgər maraqlıydısa, rəy yaz, like qoy, ümid edirəm məlumat sənə xidmət edəcək, günün gözəl keçsin, namaste.